Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla çox dadlı ağızda olan peçeniye hazırlayacağım. Xəmiri hazırlamaq üçün 2 ədəd yumurta götürmüşəm. Üzərinə stəkanın başından 2 barmaq əskik şəkər əlavə edib çalıram. Çox çalmağa ehtiyac yoxdur. Çaldığım kütlənin üzərinə 100 qram duruldulmuş kərə yağı, yarım stəkanda duru yağ əlavə edirəm. Çırpıcı ilə qarışdırıram. Bir stəkan 2 dəqiqəyə pişən yulaf götürmüşəm. Yulafı qəhvəüyüdən maşında üyütdükdən sonra çaldığım yumurta qarışımının üzərinə əlavə edirəm. 1 paket vanil, 1 paket də qabartma tozu əlavə edirəm. İçərisinə zövqə görə 1 yemək qaşığı darçın da əlavə edə bilərsiniz. Sonra çırpıcı ilə qarışdırıram. Unu az-az əlavə edib xəmir yoğururam. Təqribən 2 stəkan yarım un gedir bu xəmirə. Hazır xəmir bu cür olmalıdır. Əlimi yağladıqdan sonra yumru kündələr hazırlayıram. Peçenyelərə bu cür forma verirəm. $200 dərəcəlik sobada alt-üst rejimdə pişirirəm. Üzerini çox qızartmaq olmaz. Rəngi bu cür dəyişdikdə, alt hissəsi biraz qızardıqda peçenyelər hazır olur. Görürsünüz, çox gözəl görünüşü var. Dadına söz ola bilməz. Həqiqətən də ağızda ovulan mükəmməl bir peçenye alındı. Hazırlayıb dadına baxmağa dəyər. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə değilsinizsə abunə olmağı unutmayın.